Herkese salam, mən Təkin Bayramova, yaşam koçu. Bugün bir mövzu haqqında danışmaq istəyirəm. Bacardığım qədər qısa məlumat verəcəm. İzləyicilərimdən biri soruşmuşdu ki, mən necə anlayım ki, mənim hal-hazırda olduğum və yaxud da beynimdə yaratdığım o mən xarakteri realdırmı yoxsa saxtadırmı? Əslində bunu anlamaq çox asandır. Lakin bəzən biz bunun fərqində olmuruq. Yalançı obrazımızla, yəni bizim özümüzün özümüzə oynadığımız yalançı obrazımızla real obrazımız arasındakı ən böyük fərq və mənə görə yeganə fərq budur ki, mənim yalançı obrazımda məni incidən, davamlı iynələyən bir şey var. Həqiqi xarakterimdə isə belə bir şey yoxdur. Mənim yalançı xarakterimdə davamlı məni iynələyən, mənə yox, burada səhv eləyirsən, düzgün variantı budur deyən və yaxud da davamlı olaraq məni incidən bir tərəf var, hansı ki o mənə nəfəs almağa, düşünməyə, rahat olmağa, gecə rahat yatmağa imkan vermir. Bir iynə kimi məni sancır. Və belə bir şey var ki, mən ümumilikdə məni narahat eləyən bir şeylər olduğunun fərqindəyəm. Amma bunun nə olduğunu tam adlandıra bilmirəm. Buna tam bir ad qoya bilmirəm. Həmin o ad qoya bilmədiyin şey sənin yalancı özünə uydurduğun xarakterindir. Hansı ki, sən onun fərqində deyilsən. Peşəkar bir insanın belə bundan qurtulmağı, peşəkar olmasa belə, davamlı öz üzərində işləyən insanın belə bundan qurtulmağı uzun müddət alır. Çünki sən hər daim su içmiş kimi, yemək yermiş kimi, hava alırmış kimi bunu özünə xatırlatmalısan və yaxud da bunu özünə sorğulamalısan. Mən həqiqətənmi bunu istəyirəm? Xasiyyətimdə bir şeyin olmağını, olmamağını və yaxud da filan geyimi, filan maşını və s. və ilə axır. Yoxsa mən özümü bunu istəməyə məcburmu edirəm? Beynimdə tutduğum versiyada həmin o şəklin içində, o fonun içində, hansı ki mənim beynimdə xüsusi bir şəkil var və o şəkildə hər şey mənim istədiyim kimidir. Həmin o şəklin içində indi istədiyim istəklərdən biri varmı? Əgər varsa, deməli, burada düşünməlisən. Düzdür, ola bilər ki, o sənin həqiqətən də içindən gələn bir şey olsun. Sənin həqiqətən arzuladığın bir şey olsun. Lakin burada böyük bir məsələ var ki, həmin istək məni incidirmi, incitmirmi? Məni iynələyirmi, iynələmirmi? Gecə yatanda yuxularıma düşürmü, ya yox? Əgər o məni incidirsə, rahat nəfəs almağa, rahat düşünməyə, rahat hərəkət etməyə, həyatımda rahat davranmağa və yaxud da öz istədiyim kimi olmağa icazə vermirsə, deməli, o mənim yalançı və yaxud da nəyinsə təsirində qalaraq və ya özümün özümə süni olaraq yaratdığım hansısa bir istəkdir və yaxud da özümə süni olaraq yaratdığım xarakterimin bir parçasıdır ki, normalda bəlkə də mən o xüsusiyyətə malik deyiləm və yaxud da hansısa səbəbdən o cür olmağa özümə icazə vermirəm və yaxud da hansısa səbəbdən o cür olmağa özümü məcbur edirəm. Əslində isə məndə belə bir şey ya yoxdur, ya da ki, mən onu süni şəkildə yaratmağa çalışıram. Amma real xarakterimdə isə mənə məxsus olan və yaxud da artıq qəbul etdiyim, həzm etdiyim tərəflərim, xüsusiyyətlərim məni incitmir. Hətta bunu kimin deməyindən asılı olmayaraq, məndə olan bu xüsusiyyət məni incitmir. Ya mən onu normallaşdırmışam, ya artıq həzm etmişəm və dərk etmişəm burada nə baş verir. Amma proses necə olur olsun, yəni yol necə olur olsun fərq etməz. Nəticə odur ki, o artıq məni iynələmir. Bütün günü beynimdə o tərəfim fırlanmır. Gecə yatanda onun haqqında
fikirləşmirəm. Başımı yastığa qoyanda o haqda fikirləşmirəm. Saxtada isə mən bütün günü onu beynimdə fırladıram. Ya başqaları ilə müqayisə edirəm, ya hansısa bir yolla o məni incidir. Yəni bu qədər danışmağımın əsas məqsədi odur ki, real olanda o səni əsla incitmir. Elə belə də olmalıdır. Hər şey normaldır, öz axarı ilə gedir. Saxta olanda isə, yəni yalancı olanda isə bu məni tamamilə incidir. Və hətta bəzən mən ona çata bilməyəndə, hansı ki nəsə bir xüsusiyyət var orada və yaxud da bir arzu var bəlkə, mən ona çata bilməyəndə burada yəni mən müxtəlif fərqli və mənfi, çoxluqla mənfi reaksiyalar verirəm. Ya pis oluram, ya özümü incidirəm, döyürəm, danlayıram, iynəliyirəm, özümə söz atıram, bəlkə özümü aşağılayıram. Hər nə reaksiya verirəmsə verim, bunların heç biri özümə qarşı müsbət olur. Bu mövzu haqqında danışmaq istədiyim bu qədər idi. Əlavə bir fikrim olarsa, ya bu videonun altına rey olaraq yazacağım, ya da ki əlavə bir post kimi və yaxud da video kimi paylaşacağım. Siz isə məni həm Instagramdan, həm YouTubedan və Facebookdan, eyni zamanda LinkedIn profilindən də izləyə bilərsiniz. Hər yerdə adım eynidir və burada video qisminə adları qeyd edəcəm. Hələlik özünüzə yaxşı baxın. Mən Təkin Bayramova, yaşam koçu. Bu qədər.